Millət vəkili Fazil Mustafa, hər kəs Şuşanı Hüseynçilər azad edib sözünü özünə təhqir hesab etməli idi. Salam əziz izləyicilər, bu videoda sizlərə Azərbaycanda illər boyu Əhl-i-Beyti düşmən olan millət vəkili Fazil Mustafanın iç üzünü göstərəcəyik. Elə isə sona qədər diqqətlə qulaq asın. Qumarbaz və Amerikanın keçmiş prezidenti Donald Trump babası fahişəxana işlədən olmuşdur. İbn Ziyad da Pozğun Mərcanənin oğlu idi. Ümumiyyətlə dünyanın ən pak insanları daim ən rəzil insanlar tərəfindən şəhid edilib. Ən yüksək imam qatili olmaq potensialı tarix boyu zinazadələrdə olduğu kimi, bu gün də ən pak insanları həmin zinazadələr şəhid edirlər. Ümumiyyətlə dünyada İslamla imamət məktəbi ilə düşmənçilik edən hər kəsin zatı araşdırsanız napaşlıq taparsınız. Çox uzağa getmək lazım deyil. İmam Hüseyn düşməni Fazil Mustafanın atası da Pozğunxana işlədən olmuşdur. Fazil Mustafa kimdir? Kimin oğludur? Bu adamı Naxçıvanda Qəzənfəri, bunun atası Qəzənfəri qadın orqanının adı ilə çağırırlar. Tanışdığı, kritikası qadın orqanının adıdır. Deyə bilmirəm burada. Buradan o orqanı təxminən hamımız bildiniz. Nədir bu? Bilməyən olmadı. Niyə? Nəyə görə o adı qoyublar Fazil Qəzənfəroğlu'nun atasına? Qəzənfər kişiyə həmən adı niyə qoyulub? Demək bu Qəzənfər Naxçıvanda otel müdürü olub. Və bunun işlətdiyi otel Naxçıvanın ən pozğun oteli olub. Yəni kim harda kimi tuturmuşsa da elə həmən otelə aparırmış. Peyğəmbərin əziz səhabələrindən biri olan Əbu Zər həmişə deyərdi ki, bu qulaqlarımla Peyğəmbərin belə dediyini eşitdim. Ey Əli, səni ancaq mömin sevər, səni ancaq zinadan əmələ gələn düşmən kəsilər. İlin 365 günü məhərrəmlik, İmam Hüseyn və şiəliklə mübarizədə olan Fazil Mustafa görəsən bu hədisin misdaqı olduğunu anlayırmı? Əlbəttə anlayır. Anlamasaydı, atasının Pozğunxana işlətmə məsələsi ortaya çıxan zaman Qəzənfəroğlu soyadını dəyişərək Mustafa etməzdi. Unutma Fazil, sən özünə hər hansı bir soyadı seçə bilərsən, amma bizim üçün fahişəxana işlədənin oğlu Fazil Qəzənfəroğlusan.